Maide suresinin 55. ayəsi. Bu günləri nazil olub. Allah Təbarək və Təala buyurur: Bismillahirrahmanirrahim. İnnema valiyyukumullah və rasuluh vellezine amenu ellezine yuqimunas-salah və yu'tuz-zakah və hum raki'un. Buna vilayət ayəsi də deyirlər. Allah Təbarək və Təala bu ayədə deyir ki, həqiqətən də sizin vəliniz Allah, onun peyğəmbəri və iman gətirənlər. Bütün iman gətirənlər yox. O iman gətirənlər üçün namaz qılırlar. Bütün namaz qılanlar da yox. O namaz qılanlar üçün zəkat verirlər. Bütün zəkat verənlər də yox. Və hum raki'un. Bunlar rüku halındadır. Yəni əmr sahibləri deyərlər burada. Əmr sahiblərin Allah Təbarək və Təala bir neçə sifətin. Birincisi iman gətirməsidir. İkincisi namaz. Üçüncüsü zəkat. Dördüncüsü bu üç dənəni təsdiqləyir ki, rüku halında. Ayəni qısa bir təhlilinə bir dənə fikir verək. Burada bir neçə dənə kəlmə var. Əsas bir dənə kəlməni demək istəyirəm ki, ayə innama kəlməsi ilə başlayır. İnnama ərəb qrammatikasında həsr deyərlər, yəni inhisar deyər, yəni çərçivə içindədir. Elə bu ayənin innəmi ilə başlaması dəlalət edir ki, Allah Təbarək və Təala öz vəlisin bu ayədə 3 nəfəri təyin edir. Biri özüdür, biri özünün peyğəmbəridir, bir də möminlərdən bir nəfərdir. O da namaz qılır, zəkat verir, amma nə halda? Rüku halında. Məzhəb baxımından ayrı seçkilik olmadan, istəyir sünni məzhəbi, istəyir şiə məzhəbi, hamıları deyirlər ki, baxmayaraq ki, burada ayənin ikinci tərəfi cəm formasındadır, iman gətirənlər, namaz qılanlar, zəkat verənlər və rükua gedənlər. Bu cəm halında olmasına baxmayaraq, hər iki tərəfin alimləri təsdiqləyirlər ki, bunun bariz nümunəsi Əli əleyhissalam. İkinci bir şəxs yox. Bir iş görəndə həmişə biz demişik, Allah, Muhammed, ya Əli. Demişik, deməmişik. Bu elə-belə sözdür. Bəzən bizi ittiham edirlər ki, elə siz əlini də saldınız ora, Peyğəmbər də saldınız ora, yox, tək Allah olmalı. Qardaş, biz Qurandan kənara çıxmadıq. Quran nə dedi? Allah, Peyğəmbər, bir də rüku halında sədəqə verən. Biz də iş görəndə nə deyir başda dönüm? Deyir, Allah, Muhammed. Muhammed kimdir? Peyğəmbərdir. Allah dedi ki, onun Peyğəmbəri rüku halında zəkat verən də Əli. Allah, Muhammed, ya Əli Quranın Maidə surəsinin 55-ci ayəsində özünün təsdiqini tapıb. Bir dənə də bir qissə deyim ki, bu ayənin nazil olma səbəbi bütün təfsir alimləri deyirlər ki, hər iki məzhəbin günlərin birində Mədinə şəhərində Peyğəmbərin məscidində cəmaət namaz qılırdı. Peyğəmbər də oradaydı, Əli əleyhissalam da oradaydı. Bir sail girdi məscidə, köməklik istədi. Köməklik istəyəndən sonra heç kim həmin o sailə köməklik eləmədi. Həmin sail əlin götürdü, dərgah ilahə dedi, Allahım, sən şahid ol. Mən Peyğəmbər məscidinə girdim, Peyğəmbər məscidində mənə kömək eləyən olmadı. Bu sözü eşidən Əli əleyhissalam işarə ilə baramağını uzatdı ki, yəni gəlib götürə bilərsən. Rükuda Əli götürmədi ha. İşarə elədi ki, gəl üzüyü götür. Yəni sail də gördü. Görəndən sonra gəldi, üzüyü götürdü və getdi. Peyğəmbərimiz namaz qılırdı. Peyğəmbər namazın duasından sonra Cəbrail əmin nazil oldu. Cəbrail əmin nazil olandan sonra Peyğəmbərə dedi, oxu. Peyğəmbər dedi, nə yoxuyum, bir şey gətirgindən oxuyum. Oxu deyəndən sonra Peyğəmbər ki, dedi, nəyi oxuyum? Cəbrail əmin bu ayəni, Maidə surəsinin 55-ci ayəsini nazil elədi. Dedi, Allah bunu siz üçün göndərir. Bismillahirrahmanirrahim. İnnəmə valiyyukumullah və rasuluh vəllezine amenu və yuqimunəs-salah və yu'tunəz-zakah və hum raki'un. Mənasını inşallah dedim ki, bu ayədə dəlalət elədi ki, yəni rəhbər 3 nəfər olmalıdır. Allahdır, Allahdan sonra onun peyğəmbəridir, onun peyğəmbərindən də sonra İmam Əli əleyhissalam. Bir şey nəzərdə saxlayaq, Allah Təbarək və Təala bu incə nöqtədir ha. Bir baxımdan incə nöqtədir, amma bir baxımdan incəliyi qədər də mühümliyi var.
Allah rəhbər təyin edir, vəli təyin edir. Özü ilə hələ Əli əleyhissalamı qoyduq kənara. Özü ilə Peyğəmbəri eyni dərəcədə tutmadı. Hələ bu ulul əmr sahibləri kimdir bilmirik məsələn. Amma özü ilə Peyğəmbəri eyni tutdu. Deməli elə Qədir Xum məsələsində də Peyğəmbərimizin dediyi söz Əli əleyhissalamın haqqında Allahın sözü idi. Və üçüncü tərəfə baxsaq bu ulul əmr sahibləri kimdir? Deməli ulul əmr sahibləri kimdirsə, bununla Peyğəmbərdə, Peyğəmbərlə Allahda, Allahla Peyğəmbərdə və üçüncü şəxsdə fərq yoxdur. Bunların hər üçünün sözü bizə hüccətdir. Sözü də deməklikdən ötürü insan gərək yaşadığı zamanəsindəki insanlardan həm elm baxımından, həm əxlaq baxımından, həm təqva baxımından, həm zühd baxımından, yəni hər bir baxımdan üstün olmalıdır. Əli əleyhissalam haqqında bir dənə bir qissəni deyim, elmin haqqında, yəni Əli irad eləyirlər. Namaz hara, sədaqə vermək harada. Əli əleyhissalam deməli Allahı yadından çıxartmışdı, namazı etinasızlıq elədi, sədaqə verdi. Belə deyirlər. Amma yox, Əli əleyhissalamın elə bu sədaqə verməsi sübut eləyir ki, Əli əleyhissalam Allahı yox, özün yadından çıxartmışdı. Əli əleyhissalam özün yadından çıxartmışdı. Allah yadında idi. Bir işdə ki, Allah rızası ola, o işdə da kimisə namaza diqqətsizlik eləyib deyib ittiham eləməyə dəyməz. Allahı yaddan çıxarsaydı, ona sədaqə də verməzdi. Deməli, özün yadından çıxartmışdı. Allah yadında idi ki, o sözü eşitdi və işarə elədi ki, gəl, belə də üzü götür, apar gəl. Əli əleyhissalam haqqında bir dənə bir qissəni deyim, elmin haqqında, yəni Əli əleyhissalam haqqında nə qədər danışasan qurtarmaz. Bir günləri Peyğəmbərin sahabələri bir dəstə əyləşmişlər bir yerdə elmi mübahisə aparırlar. Sahabələrdən bir neçəsi dedi ki, danışıqda iki şey çox işlənir. Biri əlifdir, biri də nöqtədir. Nöqtə ərəb əlifbasında həqiqi mənada mühüm bir dənə məsələdir. Deyir, Səd-i Şirazi bir gün evə gec gəlib, arvad deyib ki, hardaydı? Deyib, valla arvad, şeşin nöqtəsini qoyurdu. Şeş 2 dənə hərfdə 6 dənə nöqtəsi var. Yəni, məsələ nöqtə hər bir şeyi dəyişdirir. Əli əleyhissalam bu sözü eşitdi, gəldi, bunların oturdu yanında, bədahətən 2 xütbə elədi. Xütbələr uzundur, mən sadəcə olaraq xütbələrin adlarını səhv edirəm ki, biri adlanır əlifsiz xütbədir, biri də adlanır nöqtəsiz xütbədir. Bir dənə bir xütbə elədi, birində əlif yoxdur, bir dənə də bir xütbə elədi, onda nöqtə yoxdur. İndi sizlər ola bilər, axtarasınız, tapasınız, məsələn, ərəb ədiblərindən, şairlərindən elə bir bənd, 2 bənd söz desin ki, orada nöqtə olmasın və yaxud da əlif olmasın. Bu ola bilər, amma bir şey nəzərimizə saxlayaq. Bir şey nəzərimizdə saxlayaq ki, o şəxslər ki, bu cür nə deyirlər, bu ədibdir. Bunun işi, peşəsi, sənəti qrammatika oxumaqdır. Bu qrammatika bilə-bilə neçə illər ədibliklə məşğul olub, bir bənd şeir deyə bilib. Amma Əli əleyhissalam məscidin küncündə əyləşmişdi, burada bu sözü eşitdi, gəldi, bədahətən 2 dənə xütbə dedi.